Və sonradan başa düşürsən ki, insanların mafiyası da mədənidir. Adamların mafiyası da adam öldürür. Girib səhərə çıxıb, içində Almanlar da var, Türklərdən də var, Alman cavanlar, gənclər də var. Səndən mədəni kitab dilində danışır və özüyə maraqlı gəlir ki, nətər yəni, bu elə danışmalı deyil axı. Bu Azərbaycanda bizdə var axı. Küçədə sən gelib öz dilində danışanda, mədəni, sakit, səlqə ilə öz dilində danışanda onu müşahidə siz də eləmişsiniz, mən də eləmişəm. Bütün Azərbaycan küçələrində rus jargonu ilə danışmırsansa, sən, üzr istəyirəm, biraz normal öz dili danışsan, Azərbaycan dili danışsan, sən deyirlər, matişkasan. Bağışlayın mən sözümə görə. Gör, bizim psixologiyamız nətər işğal olunubsa, bu ruslar tərəfindən, öz elində olanda, küçəndə, həyətində, cavanların içində mədəni Azərbaycan dili, sivil Azərbaycan dilində danışa bilmirsən. Ki, hələ biraz da qabağa geçsən, ona bax, bu da yeni cinslidir. Matişkadır, bambılıdır, düşükdür. Bizim psixologiyamızı elə işğal ediblər. Adamın burada axtarışı zadı var, mafiyadır. Əməlli başda axtarışı da var. İndi gecə vaxtı çölə zada çıxır da. Səndən elə danışır, elə bilirsən müəllimlə danışırsan. Və onda dərk edirsən ki, Avropa mədəniyyəti nə deməkdir?